Xeyir olsun değerli futbol severler. Xəzər Liqasındayıq. Sadəcə 6-cı sezon daha bir maraqlı qarşılaşma. Armada ilə Şimal Gresto elində. Heyətlər arası tanış eləyək. Armada komandasında qapıda Elmar Allaferziyev, 2 İsmail Elzadə, 3 Mikail Məmmədovdur, 4 Nicat Qafarov, 5 Kenan Hüseynzadə və 7 Afer Hüseynovdur komandasının kapitanı və rəhbəri. Şimal Gresto komandasında isə qapıda Vahid Məmmədov, 23 Qafar Qafarov, 2 Jeni Afanasyev, 21 Kenan İbrahimov'da, 18 Rəhim Mustafayev, 8 Asif Əhmədov, 19 İlkin Alışov və 13 komandanın kapitanı və rəhbəri İlkin Heydərov'da. Kimə deyil? Oyunu idarə edir Hakimlər Briqadasında halımızın yaxşı tanıdığımız Fəqan Kərimov, təcrübəli AFA dərəcəli hakim, milli dərəcəli hakim. Göy gemdə ənəv olaraq Şimal Gresto, narıncı gemdə isə Armada. Armada komandası 3-cü, 4-cü sezonlarda yanılmıramsa iştirak etmişdi. 3 dəqiq var idi. Və olduqca unudulmaz qarşılaşmalar da var idi Afer Hüseynov'un komandasının. Asifi salamlayır. Seyid Bey, əleyk salam. Atı Əhmədova salamlar var caniyamız vasitəsilə. Top sənin oyna. Kenan İbrahimov indi topladı. İbrahimov 3 oyuncu ətəsində topu komandasına saxlaya bildi. Rəhim Mustafayev indi topladı. Mustafayevdən ötürmə İbrahimov istiqamətini Asif Əhmədov top istəyir. Qafarova dayan top sonda. Elmar Allaferziyevdə qalır. Birinci, ikinci, üçüncü sezonlarda olub Armada komandası. Bəli. Birinci sezonda ümumiyyətlə bizim kanalımız vasitəsilə yayınlar yox idi. 2-də 3-də xatırlayıram. Tamamilə doğrudur. Yine 6-cı sezonda Armadanın dönüşü baxaq nə nəticə verəcək. Afanasiyevdən ötürmə. Nasib Əhmədov topladı. Əhmədov. Allaferziyevdə qalır top. İsmail Elzadə. Out. Armada. Canımızı maksimum bəyənək. 10K bəyəni istəyirəm. 10K bəyəni istəyirəm ki, bu yayın kəşfədə düşüb partlasın. Çox gözəl bir qarşılaşmadır. Həm Armadada, həm Gresto. O qədər möhtəşəm, sürətli oyun disiplinası olan oyuncular var ki, və təsəvvür etmirəm bu oyunda necə gözəl qollar vurulacaq. Yəqin ki, bu baş verəcək. Təbii ki, qapalı futbol nümayiş etdirməsələr. Əslində isə hər iki komanda hücum futbolu oynamağı sevən komandalardan. Top Nicat Qafarov'da. Gənc istedad. Gün zərbəsi. Yanılmıramsa olmalıdır, yoxsa yox. Qalk bir hakim deyir ki, topa müdaxilə etməlidir. Hüseyin Şahsol edəcək. Rəhim Mustafayev. Nəsə etirazlar var. Buna bağlandı. Deyirəm ki, top oyunda da oyuna gedib baxırsan da eşitmirik. Deyirəm ki, top oyunda top çıxınca gedib baxırsan, yansızsın, qayda çekilir. Bildim də, mən nə deyirəm, deyirəm oyuna, top oyundadır. Hakimin qərarını gözləyirik, desəm vara baxacaq. Niyə? Niyə? Hə. Düşünülmüş hərəkət qırmızı deyil. Vallahi qırmızı. Nə deyil? Kardeşim kırmızıya bakmasın. Ya. Ekran qarşısında Şimal Gresto'nun sürətli müdafiəçi və yarım müdafiəçisini görürük. 18 və 23 nömrəli oyuncular. Rəhim Mustafayevlər, Qafar Qafarov sözsüz turnirin ən sürətli oyuncularından biridir. 18 və 23 nömrəli oyuncular. Eynilə də 8 nömrəli oyuncu Asif Əhmədov da bu siyahıya qatmaq olar.
Son 2 sezonda yenidir Gresin heyətində və olduqca uğurlu olub onun çıxışı. Başqa dönərəm, oyun başqa dostluq var. Bunu bilə-bilə olur. Vara baxıldı və qərar. Cərmə zərbəsi təyin edilib. Cəmiyyətçəsində kənarda. Qalkiper deyəsən topa əllə toxunmuşdu. Və qırmızı vərəqə. Qapıcısız qaldı ilk dəqiqələrdə Şimal Gres. Birbaşa qırmızı vərəqə ilə oyun xaricində qalır Vahid Məmmədov. Hesab isə Gres 0, Armada 0. Qapışı mövqedə Rəhim Mustafayev çıxış eləyəcək. Başla zərbəni dəf etdi Rəhim Mustafayev. Nicat Qafarov fərqlənməyə çox yaxın idi. Afersenov. Geri oynayır. İsmail Əlizadə. Elmar Alaverdiyev. Onun zərbəsindən sonra isə top qapıdan bir xeyli aralı keçdi bu dəfə. Heydarov. Rəhim Mustafayev. İsmail Əlizadə. Kənan Hüseynzadə. Hesab elə 2-0-0. Afersenov fərqləməyə yaxın idi. Heydarov ayaqlı hərəkətlər, iki kapitan üzü idi. Topu özündə ustalarla saxlayır. Afanasiyevlə oynayır amma ötürmək vara çatmadı. Afersenov zərb edilir və Mustafayev qayda top və Mustafayev keçirməz səd oldu. İsmail Əzadəyə gəlir top. Qafarov. Ötürmək alam. İsmail Əlizadə. Afanasyev onu qarşıladı. Əksşim şansı Şimal Gres komandasında Jeyni Afanasyev ötürməz sağ cihata Azim Əhmədov. İbrahimov top istəyirdi. İbrahimov dərhal zərbə və top qapıdan aralı geçdi. Gresin hücum dalğaları başlamışdı. İsmail. Mikail Məmmədov. Afersenov. Qafarov. Kənan Hüseynzadə. Direğe nişan alır Kenan və out. Armada. Elmar. Sabah 22.00 Məmmədova Kivol. Oldu Qorxmaz bəy. Təşəkkür edirik. Çox sağ olun. Heydarov. Qayda pozulur ona qarşı və cəlmə zərbəsi. Cəlmə zərbəsini Asif Əhmədov dərhal yerinə yetirdi. Afanasyev mərkəzdə yoxlayır şansına və son anda Armadan oyunçularının top meydançını tərk etdi. Arkaya bax. Və gol! İlkin Heydarov. İlkin Heydarov qarşılaşmada hesabı açdı. Bu məsafədən, çətin zonadan qapına dəyiniş aldı. Heydarov Alaverdiyev topa toxunsa da bu kifayət eləmədi. 1-0 Gres öndə. Elmar. Aşırma vuruş və həftənin qolunu qaçırdı Asif Əhmədov, bəxti gətirmədi. Hani bir çobul səhv qolu nəticələnəcəkdi. Mən tamamilə and içə bilərəm ki, bu oyunda elə bir qol olacaq ki, bütün oyunlardan fərqlənəcək. Bax, belə bir oyunda elə bir qollar olacaq ki, ən az bu tur bütün oyunlardan fərqlənəcək. Mikail Məmmədov. Məmmədov.
Qafarov qaydan top və ay. Nə baş verir? Hər iki komanda bir-birinin topla döyür. Dirək, qalkiper, bəzən isə azacıq dəqiqliyi çatmır. Asif Əhmədov. Kenan İbrahimov. İbrahimovdan zərbə. Kün zərbəsi. Asif Əhmədovu salamlayırlar. 777 səhifəsi, əleyhissalam. Heydarov, Rahmettin zərbə indirdi və bu, inana bilmirəm. İkin Heydarov, öncə Rahmettin, ardından isə hər kəsi mat qoydu belə bir vuruşla. Çox rahat, çox sərbəst bir gol. Şimal Gressin sabiq kapitanı İkin Heydarovdan gəldi. 2-0. Biz belə çaşdıq bu qola. Nəinki qalkiper, nəinki müdafiə xətti. Kapitan sözünü deməyə devam edir. Hər iki qolu müəllifi Şimal Gressin kapitanı İlkin Heydarovda. 2-0. Afer Seynov. Qafarovla oynayır. Mikail Məmmədov. Duvar ötürməsi. Almadı buna baxmayaraq top armada da qalır. Gözleyin. Tamamlandı ölçü meydanda. Artıq hazırlıqda deyil. Gressin 5 dəqiqəlik cəzası bitdi. Qafarov meydana daxil oldu. Nihat Əhmədov niyə yoxdur? Təəssüf ki, uzun müddət yəqin ki, olmayacaq. İbrahimov. Son olaraq Qafarovdan topa yanaşan tərk etdi. Kenan Senzadə. Özədəsi yoxdur, şəxsi işləri ilə əlaqədar hal-hazırda ehtimal Azərbaycanda yoxdur. Top Asif Əhmədovda. Əhmədov. Elmar yaxşı oynayır və ikinciden zərbə. Bəli. La Liga təmsilçisi İspaniyanın Levante klubunda seçmələrdədir. Şimal Gressin oyuncusu Nihat Əhmədov. Əgər seçmələrdən uğurla keçsə artıq onu da gələcəkdə ehtimalımız yaranır ki, İspaniya La Ligasında görək. Elə yaşlı da demək olar ki, Arda Gülərin bir vaxtlar Real Madrid'də transfer olduğu yaşa bərabər olur. Sadəcə fərq ya 17 ya 19 liqalarında mübarizə aparmağı olacaq. İnşallah ki, təbii ki, uğurlar arzu edirik. Bizim üçün çox böyük bir qürur hissidir ki, belə bir oyuncunun şərh etdik, belə bir oyuncunu yayımladıq və belə bir oyuncunun möhtəşəm oyununa şahidlik etdik. Təbii ki, uğurla keçsə seçmələrdən artıq təsəvvür etmirəm necə buna xoşbəxt olacaq. İndi isə İbrahimov topladım. Qarşıladılar, top Afer Seynova gəlir, Afer Seynov da bir rəqibini allatdı, Afer. Nə edəcək? Geri oynayır, İsmail Əlzadə. Kenan Senzadə. Afer Seynov topu özündə saxlayır. Nicat Qafarov. Afalasyev mani oldu. Out. Dostlar, canlı yayımızın bəyənisi çox az daha. Belə bir möhtəşəm oyuna 6K bəyəni nədir ki? Mən artıq 60K düşünürdüm. Top Kenan Senzadədə. Qafarova gəlir top. Asif Əhmədovun ötürməyə müəllifidir. Qafarov. Çox cinahda meyləndi artıq. Qabağını kəsəcəkdi. Mikail ilə doldu. Kenan İbrahimov. O zərbəsindən sonra isə top qapının üstündən keçdi. Ötürmədə səhv. Və bu səhvi də bağışladı Asif Əhmədov. Bugün nəsə onun günü deyil. İkinci ən azı imkandı. Yaxalamışdı Asif Əhmədov. Fərqlənə bilmədi. Mikail Məmmədov. Elmar. Laverdiyev topladı. İsmail Əlzadə. Mikail Məmmədov. Senzadə. Geridə götürmə və out. Gres təmsilçisi. Rəm Mustafayev. Heydarov. Jena Afanasyev.
Qafarov. Allah verəcək dəfə etdi. İkinci opsada da yaxşı oynayır. İndi topla özü də çıxdı önə. Neymardan ötürmək Kənan Hüseynzadəyə. Sağ şanta Mikail Məmmədov hücuma qoşuldu. Afer Hüseynova gəlir top. Afer. Kənan Hüseynzadə və Rəhim Mustafayev. Rəhim Mustafayev mövqeyi məlum olmayan Rəhim Mustafayev. Qapıda da öz çıxışını uğurla davam etdirir. Bizdə. Out. Out'u Gres təmsilçisi yerinə yetirəcək. Qafarov. İbrahimov. Yenə Kenan İbrahimov. Asif Əhmədov. Heydərov. Qafarov. İbrahimov çox soyuqqanlıdır. Çox soyuqqanlıdır və çox da dəqiqdir. Kenan İbrahimov 21 nömrəli oyuncu komandasının üstünlüyünü 3 topa çatdırdı. Üç 0. Mikail Məmmədov. Kamerlaşıl oynuyor. Qafarov'a yalla taptılar və Qafarov hədəfdən yayındı. Timeout götürür Şimal Gres. Hələ ki hesab Şimal Gres 3, Armada 0. Hələ ki hesab 3-0. Asif gol vurub mu yox? Neçədir? 3-0. Sağ tərəfdə bizdən Şimal Gres komandasıdır. Sol tərəfdə isə Armada. Timeout başlatdı. Komandalar yine meydanda. Asif'e deyim, Fuat salam deyir. Asif Əhmədov Fuat salamlayır. Oyun davam ettirmək olar. Alışov. Qafarov istiqamətini ötürməm. Yox. O qədər də dəqiqə alınmadı. Alt Armada yönetecek. Buyurun, xoşdur. Elmar. Mustafayev topu oyuna daxil etməlidir. Asif Əhmədova top çatmadı. Qafarov. Nicat Qafarov. Çox gözəl bir qola imza attı. Azacıq qeyri-dəqiq zərbə artıq qoldan onu məhrum edə bilərdi. Amma təcrübəli davrandı gənc olmasına baxmayaraq Qafarov. El çatmaz nöqtəyə topu göndərərək Armadanın ilk qolunu müəllifi olur. Şimal Gres 3, Armada 1. Alışov. Asif Əhmədov. Ən solda İdarov top istəyir. Onun vanladı topu. İkini İdarov. Qarşılaşmada 2 gol var. Asif Əhmədov. Afer Hüseynov. Son toxunuş Asif Əhmədovdan out. Armada. Müdafiə isə Gres. Yerdə qalan oyuncu var Gres'in heyətində. 23 nömrəli oyuncu Qafarov az öncə cərimə çası daxilində qarşılıq yaranmışdı və orada deyəsən ayağa zərbə aldı. Zədəsi inşallah ciddi olmaz. Onsuz da artıq bir qalkiperini itirdi qırmızı vərəqə səbəbi ilə. Bir də
aparıcı oyuncusunu itirsə artıq təbii ki bu Gres üçün çox böyük çətinlik yarada bilər. 3-1'lik hesab isə davam edir. Qafarov deyəsən əvəzlənəcək, tədavisini isə meydandan kənarda davam etdirməli olacaq. Yerinə Ceyhun Afanasyev daxil olur. Aleyksalam Rızayev, xoş gəldiniz. Hesabı 3-1 Gresin xeyrinə. Davam etdirmək olar oyunu. Ray Mustafayev. Afanasyev. Alışov. İbrahimov. Asif Əhmədov zərbə indirir və Elmar Allahverdiyev qapısında diqqətidir. Zeynal Cabbarov. Kənan Hüseynzadəni qoşdu hücuma. Yine top Gres komandasında Asif Əhmədovdan ötürmə. İbrahimov. Qafarov sigortalayır. Nicat Qafarov. Kənan Hüseynzadə. Düzgün ram etmədi topu. Out. Şimal Gres. Heydarov. Afanasyev sevdiği nöqtələr sol ayağına çəkdi, amma zərbə imkan vermədi Qafarov. Artıq onun oyunundan belətdir. Ray Mustafayev. Son toxunuş İbrahimovdan. Out. Orta. Elmar. Kənan Hüseynzadə. Ona qarşı qayda pozulur və cərmə zərbəsi. Hesabı sizə xatırladaq. 3-1 Gres hesabda öndədir. Armadanın yeganə qolu müəllifi Nicat Qafarovdur. Gresdə isə 2 qol İlkin Heydarovdan gəlib. 1 qol isə Kənan İbrahimovdan. Afanasyev qarşıladı. Qafarov hava mübarizəsindən qalib ayrılır. Ötürməsi sol cinatda Kənan Hüseynzadə. Ötürməsi isə uğursuz alındı. Alışov topladı. Geriyə Heydarov. Heydarov. Alışov. Qərar yəqin ki out. Şimal Gres olacaq. Elə diki var. Afanasyev. Qalkiber topa toxundu və ikinciden zərbə. Boş sağında ötürmə və qalkiber toplarına daxil edəcək. Mikail Məmmədov. Kənan Hüseynzadə. Heydarova gəlir top. Heydarov. Qalkiberdə qaldı. Elmar. Son toxunuş Ray Mustafayev'dən. Bundan önceki qarşılaşmada olduqca maraqlı keçdi. Zagulba komandası bir qrupunun favoritlərindən biri olan, hansı ki o qrupda Porto Baku, Şahan və Ultraslan var. Ultraslanla dueldən 5-5'lik bərabərə ayrıldı. Hətta ilk hissəni qalib başa vurmuşdu Zagulba. Əli Nəzarov 2 qolla komandasının ikisi də qalibəsini imza atmışdı və bu arada Heydarov belə şansı bağışlamaz, belə səhvi daha doğrusu bağışlamaz Heydarov. Belə şansı əldən verməz İlkin Heydarov. Qalkiberin səhvindən sonra hesab 4-1 olur. 3-cü qoluna imza attı Şimal Gresin kapitanı. Komandasının isə 4-cü qoluna. Mikail Zeynal Cabbarov. Mikail Məmmədov. Kənan Hüseynzadə. Qalkiber topayına daxil edəcək. Belə hükümdə Ultraslan 5-5'lik bərabərliklə sülhlə ayrılma oldu. Hətta məğlub da olacaqdı. Hissənin son dəqiqələrində qapı tiri onları məğlubiyyətdən xilas etmişdi. Hansı ki Zagulbaya 3 xal hava və su kimi lazımdır. Demək olar ki hər qarşılaşmada. Və burada isə Kənan Hüseynzadə şansını qaçırdı. Top Asif Əhmədovda. Afanasyev.
Out Armada. Defayan xəttən Şimal Gres. Rəhim Mustafayev. Geridə götürmə, out Armada. Buradayım. Ne oldu? Hiç kim yok. Bir out. Gres out yerinə yetirecek. Jenan. İbrahimov geriyə. İlkin Eydarov ötürməsi aşağıda əla. Alışov topladı. Alışov uzaqda sırçırmı və top qapıdan alı geçdi. Zərbə qarşı ötürməkdir. Alışov da bu hissənin son epizodu oldu. Armada 1, Şimal Gres 4. Çox maraqlı şəkildə keçdi ilk hissə. Yekunda 4-1 ilk hissənin qalibi Gres oldu. Əlci hissədə hansı nəticə olacaq? Sizcə bu oyuna bundan öncəki qarşılaşma kimi 30k bəyəni gələrmi? Artıq 18k'ya yaxınlaşır bəyəni sayımız. İlqar İsmailov ardıcıl bəyəniyə görə təşəkkür edirik. Çox sağ olun, günlərdir bizə maksimum səviyyədə dəstək olursunuz. Hansı epizod daha çox yaddaşlarda qaldı? Məhz sizin nəzdinizdə, dəyərli futbol sevərlər. Yazın bizlər üçün də təbii ki maraqlıdır. Yuxarıda gördüyünüz hədəf butonumuz var. 1001 ədəd qızıl gül ehtiyacı var ki, bu nəhayət ki yayını spamdan çıxaraq. Armada komandasının səhifəsi yayımıza xoş gəldiniz. Hesab 1-4 Şimal Gresin xeyrinə başa çatdı ilk hissə. İkinci hissə hələ ki başlamayıb. İlkinin 3 qolu bəli. İlkin Eydarov 3 qol vurdu. Birinci, ikinci və komandasının 4-cü qolunun müəllifi. 4-cü qolun ümumiyyətlə çox xoşuma gəldi. Eydarov topu mərkəzdə götürər-götürməz dərhal qapının uzaq küncünə yuvarlayıb hesabı dəyişdi. Oynayacaq ya. Neyin qabağını oynayır da. Bana bak. O da kim oyunda? Sen gel. Sana gel. Ağaç yoksa da var. Yaxın oyun. İkinci hissədən yeniden hər bir salmırıq. İlk sənə nəticəsini sizə xatırladaq. Armada 1, Şimal Gres 4. Alışovda kaş vura bilsəydim. Yaxşı tutuşdurmuşdu az qala. Bəli, bəli. Zeynal Cabarov. Kenan Senzədə. Elmar. Nasif Əhmədov topladı. Top Nicat Qafarov gəlir. Out. İsmail Elzədə. Elmar.
Kana gel hakim, kana gel oraya hakim. Kenan Hüseynzadə. Yeni Elmar. Mustafayev dəf etdi. Cenab Afanasyev. Vural Müsilli çox sağ olun, hediyə üçün özünüz bol olsun. Növbəti 6 yerini itirəcək Gres. Xoş gəldin. Yeni gəlinlər xoş gəldiniz. Hesab 4-1 hələ ki Gresin xeyrinə. Heydarov. Cenab Afanasyev. Növbəti 6. Gres toplanan tərəfdir. Ray Mustafayev. İçin Heydarov. Asif Əhmədov. Yeni Asif. İsmail Elzadə. Alışov. Asif Əhmədov. Nijat Qafarov. Asif. Cenab Afanasyev. Heydarov. Rahat oynayırlar ha yine. Kenan İbrahimov. Asif Əhmədov. Cenab. Heydarov yoxluyur və top qapıdan aralı geçdi. Zeynal Cabarov. Nijat Qafarov. Kenan. Alışov zərbəyə mane ola bildi. Bizde. Out Gres. Ağlasız oynuyor. Geldi. Kana buraya, kana sakin. Sen başla. İyi. Kana. İyi. Ağlasın. Koç iste. Boşluk! Cenab. Elmar dəf etdi. O qədər çətin olmadı onun üçün bu zərbə və küncdən zərbə. İkin Abbasov çox sağ olun, hediyə üçün özünüz bol olsun. Gel, tek danışmayın, gelin yaxşıdır hər şey. Taraf biraz orada gündür çək, biraz gündür çək. Zeynal. Vural Müsilli çox sağ ol, Azərbaycan futbolunun gənc ulduzu, gələcəyə ümidimiz. Uğurların daima bol olsun. Qeyd edək ki, Vural Müsillinin qollarına və bacarığına da baxa bilərsiniz elə öz rəsmi səhifəsindən. Laçın Futbol Klubunun nümayəndəsi və aparıcı oyunçusudur. Zeynal. Zeynal Cabarov. Kenan Hüseynzadə. İsmail Elzadə. Zeynal Cabarov. Nijat Qafarov. Afanasyev qarşıladı. Növbəti out Gres. Zeynal, bak sen. Heydarov. Elmar dəf etdi. Yenə İlkin Heydarov. İbrahimov. Yəqin ki, numara baxılacaq. Zeynal. Kenan Hüseynzadə. Zeynal Cabarov. Və top qapıdan aralı keçdi. İbrahimov yerdə qalır və cərmə zərbəsi. Ay qardaş, siz onun fikir verirsiniz. Fit vermeyin. Sarı verqə təqdim oldu İsmail Elzadəyə. Sen versin, sen hemen şey diyeceksin be. Tabağıma çıkıp vuramam. Aslında bak bizi kaldır ya. Valla tabağıma çıkıp. Bana tutma da.
Oyun dersi oldu oyna. Oyna başlayın gel. Başla. 2 Siz iki yüzlü danışırsınız. 3 4 Kimi şey 100% deyir? Sizcə də qərar verdi, 100% qərar verdi. Sonra gelib bana baxır. Bu Allah qəsəb deyir. Qurana qədər. Ben şu oyna. Elnur kimdən düşdü belə oynayacağım uzladım. Cenab. FIFA kimi qərar verir. Göz bax. Allah sana sağ olsun. Göz bax. Abi ki izləyirsən bu gün. Sen o da 100% qərar verir. Oyun gedir. Sen ondan artıqsan. Sen bunu da deyirəm, sınıflar belə deyirsən, mən danışmam. Kənar. Şarkaya. Bir qal. Söyle. Kesin az önceki epizoda göre. Ben onlara başlasın. Cemiyat var ha. 3 tane komanda var incimi. Haberletli ab-hava yaradır. 3 tane komanda. Takla düşen var. Pul yolculuğun verildi gözde de. Hamısı kart diye bir dakika. Yok. İstemedi onda. Sen diyesen o 3 kırmızı tarifi yenileme istiyorsan. Var desem baxılacaq. Az önceki epizodda topun tora daxil olub olmadığına baxmaq üçün. Goldu da böyle gol yoktu. Arkadan Allah gol olsa ben diyeyim. Gol demir, vapızı var demiş. Oldu goldu ve çocuk. Adamın burada yıkılma termeli. Sana verdi ben termeli, bana vermez. Yok topasını lütfen mi satalım? Özü de bilmiyor, çünkü de değil orada. Biz farklı olsa şurada olsun. Bravo. Goldu Fega. O oynamanın bu kadar ben hakimliydim. Vara baxıldı və qərar vara baxıldı və qərar qol deyil. İndi isə oyun davam etdirəcək. Oyna başı hakimim. Cərmə zərbəsi yerinə yetirməlidir. Armada. Hesab sərək yenidir. 4-1. Oyna! Asif Əhmədov əla asıldı rəqibindən zərbə indirdi və gol! Asif Əhmədov hesabı 5-1 edir. Nəhayət hesabda fərqlənə bildi Asif Əhmədov. İkisi də çox cəhd elədi. Sen mesleğini gibi arabada. Sen taşırsın. Sarı vərəqə. Bu da bilməyəm. Bu da bilməyəm. Bu etirazlara görə Heydərov sarı vərəqə aldı. Tapırıq ki, oynayaq da, danışaq, sözcəylə danışaq. Abbasov çox sağ nə deyək? Növbəti Altkres. Alışıyor. Çıxardım. Budara qoymaq istəyirəm. Asif Əhmədov.
Ötürmə mükəmməl. İbrahimov. İbrahimov! Az qalsın İbrahimov istəyəcəkdi. Çox çətin mövqedən topu tora daxil etdi. Kənan İbrahimov özünün isə ikinci qoluna imza atdı. 70 nəfər pas verdi. İbrahimov yox elə İbrahimovic kimi oynadı. Bu epizodda həqiqətən də iki qolu da çox möhtəşəm alınıb. Gres 6-cı topu tora daxil edir. Gres 6 armada 1. Heydərov niyə sarı vergi aldı? İtirazlara görə. Çox etirazlara görə az öncə sarı vergi ilə cəzalandırıldı. Mikail Məmmədov. Kənan Senzədə. Asif Əhmədov. İbrahimov. Ötürməz sağ şinatda. Heydərov. Senzadəyə gəlir top. Mikail Məmmədov. Mustafayev müdaxiləsi var. Action şansı Grest ola bilər. Qafarova gəlir top. Sətədən qayıtdı. Qafarov. Out Şimal Gres. Time-out götürür Şimal Gres. Sen oğlum Kemal kardeşim özüne geldi ha. Bak özünüze geldi. Siz pas koyun. Ya pas koyun. Kurum bir topla. Ay bomboş ne oldu? Çölüm kendi. Kim diyor? Zamanla Belki o sonunda hakimdir. O ulti yazılmış. Sana arasını şapsı verir ki. Bunu sevgilerinde ben var. Ben onu yazsam oyunumuz var. Topu götüren şapsı oynamaz. Ya pas oynuyor. Time-out başlattı Kanarya meydanda. Qafarov. Asif Əhmədov. Qafarov. Asif. Akrobatik zərbə və top qapıdan alıb keçdi. Mikail. Ötürməz sağ şinata. Necat Qafarov. Və ona qarşı Rey Mustafayev. Qaydanı pozdu. Sarı verəqə. Və Fərsenovun çox sərt zərbəsi var idi. Birbaşa cərmə zərbəsindən dirəyə nişan aldı. Out. Armada. Mikail. Kenan Senzadəyə. Asif top ala bildi. Əla türmə Qafarov istiqamətinə. Yox, o qədər də əla yox. Sürətli alındı. Mikail. Mustafa Sədr rəqibindən Asif Əhmədov aşırma vuruş və gol! Mən sizə nə dedim? İlk hissədə mən sizə nə dedim? Dedim ki, and içə bilərəm ki, bu oyunda elə bir gol olacaq deyə. Bu tur heç bir gol bu qola çata bilməyəcək. Bu andımı yalan çıxartmadı Asif Əhmədov belə bir qolla. Başla. Hesab 6-1 olur. Çox mükəmməl bir qola imza atdı Asif Əhmədov. İlk hissədə heç cür hissəni reallaşdıra bilmirdi. İkinci hissədə isə tamam fərqli bir oyuncu görürük.
Nicat Qafarov. İbrahimov topladı. Hava ötürməsi mükemmel. Asif Qafarov'la oynamaya çalıştı ama Nicat Qafarov'a gelmişti top. Nisa Afanasyev. Asif Əhmədovdan davam ötürməsi əla. İbrahimov. Yine Asif Əhmədov. Kenan İbrahimov. Gün zərbəsi. Gres. Yine Abbasov çok sağ olun dediği için özünüz bol olsun. Kenan Senzade. Gel axıra. Şobul oyun cərmə zərbəsi. Yetti birdi. 3 gol Heydarov'dan, 2 gol Asif Əhmədovdan, 2 gol da Kenan İbrahimov'dan gəlib zənnimcəm. Və indi topun arkasına Nicat Qafarov özü yoxlayır və top torda. Qollardan birinin əvəzini standartdan çıxdılar. Nicat Qafarov Kamalasının ikinci qoluna imza attı elə özünün də. Yanılmamsa hesabı 7-2 olur. Neyse, ergi yok lan. Rey Mustafayev. Ötürmədə səhv. Nicat Qafarov. Out. Vay maşallah. Can Yemizə 30 KB'ni istemişdi. Artıqlaması ilə gəldi. Bənin əlləriniz var olsun. Qafarov topladı. Gün zərbəsi Şimal Gres. Bu bizcə 1001 ədəd Qızılgül hədəfinə çatsaydıq bir oyunda, bir yayında. Dərhal ondan sonra yayımız spamdan çıxacaq. Out. Gres. Kenan Senzade. Alışıb sığortalayır və ikinciden zərbə. Zero shot sol ediyor için özünüz bol olsun. Mikhail başla yıkılıyor ve ay ay ay. Ay 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 ay. Bəzən meydanda direğin olmağına heyslənirəm. Amma təbii ki olmalıdır. Necə gözəl başla zərbə alınmışdı. Və qapı tiri. Turun daha bir möhtəşəm qolunu önlədi. Buna görə qapı tirindən dirəklərinə zəhləmə edir. Həqiqətən də elə bir qolların bəzən qarşısını alır ki. Heydarov. Out Gres. Qafarov. Asif Əhmədov dərhal zərbə indirdi amma hara vurdu. Mikhail. Kenan Senzade. Önü təmizləyir, zərbə hazırlaşdı amma qapının bir xeyli üstündən keçdi. Və ani bir çoba səhv, yenə Mustafayev yaxşı oynayır. Kenan Senzadənin fərqlənməsinə bu məsafədən imkan vermədi. Məli tuta bilmirəm bu oyuncu hansı mövqe oyuncusudur. Müdafiədə də yağladı, hücuma da yaxşı qoşulur, qapıda da yaxşı durur. Birin sevini bəlkə də etdi az öncə, halbuki müdafiəçidir. Çox maraqlı oyun üslubu var Gres'in. Rey Mustafayev. Heydarov. Qafarov. Sağda Heydarov top istəyir. Ötürməz sağ şantı yox. Alışov bu.
Toplaydı Alışovdan zərbə, qarşıladılar təkrar zərbə və yenə akrobatik. Ay 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 ay. Bir qapıya bax, sonra tullar Qafarov. Bir qapıya bax, sonra tullar. Afersenov. Yox, çatmadı ona top və out. Her şeyi danışırsan da oyna da. Rəm Mustafayev. Asif Əhmədov. Aşırma vuruş və Elmar yerində. Çatdırdı özünü qapıya Elmar Alafedziyev. Qafarov. Asif Əhmədov topladı. Meydarovla divar türməsi əla. Asif Əhmədov. Elmar topladı. Elmar Alafedziyev. Zeynal Cabarov. Mikhail Məmmədov. Yenə Zeynal. Qafarovun təzyiqi var. Top Mikhail Məmmədovda. Son toxunuş Afersenovdan top qapıdan aralı keçdi. Asif Əhmədov. Afalasyev. Hesab elə ki, Şimal Gres 7, Armada 2. Ama deyərdim ki, hesab sadəcə burada boş bir şeydir. Elə bir qollar izləmişik hər iki komandanın timsalında. Elə möhtəşəm onu izləyirik ki, sadəcə hesab burada rəqəmlər rolunu oynayır. Düzdür, vacibdir bu rəqəmlər. Amma deməzdim ki, bir tərəf digərdən daha çox üstündür. Və bu arada Qafarovun ötürməsindən sonra Asif Əhmədov hat-trickini də rəsmiləşdirdi. Hesab 8-2 olur. Maçın bitiminə isə təqribən nə az nə çox 3 dəqiqə vaxt qalıb. 3 qaldan 3 dəqiqə ayırır Şimal Gresi. Top Kenan Senzadədə. Afersenov. Bir dəqiqanlı zərbə və Rəhim Mustafayev top oyunu daxil edəcək. İçinə basır çox son ediyor üçün. Heydarov. Jenam. İçin Heydarov. En sağda Alışov topladı. Yine Heydarov. Bir dəqiqanlı atırma və Elmar top oyuna daxil etməlidir. Mikhail. Heydarov ondan top ala bildi. Kenan İbrahimov. Heydarov aşırma cəhdi. Yaxın məsafədən aşırmaq mümkün olmazdı. Elmar mərkəzə qədər irəlilədi. Afersenov. Mikhail Məmmədov. Afanasyev ondan top ala bildi. Asif Əhmədov. Heydarov. İsmail Elzadə. Alışov. Out. Armada. Son bir dəqiqə. Sonuncu dəqiqə. Hesab 8-2. Afersenovun zərbəsi idi. Bu top qapının üstündən keçdi. Bir dəfə də cərmə zərbəsindən çox təhlükəli almışdı onun zərbəsi. Direkt qola mane olmuşdu. Elmar. İsmail Elzadə. Yine İsmail. Mustafayev. Yaxın güncü bağlaya bildi və out. Hesab elə ki yenidir. Şimal Gres 8, Armada 2. Mesela Zeynal Cabarovun zərbəsidir. Geri dəqiqə alındı. Hadi başa kimi final fitini səsləndirir. Yekunda Gres 8-2'li qələbə ilə aktivinə 3 xal yaza bildi.
Yanımızı izleyen, beğenen, hediye atan herkese teşekkür edirik. Sinemeydim Tural İskenderov. Yeriniz xeyrəm. Xudafiz.